Mən də götürdüm Xanlar müəllimə belə bir şeir yazdım. Köhnə kişilərin hörmətindədir. Qalacaq tarixdə izi xanların. Qüdrətini ilahidən alıbdır, titrəməz heç zaman dizi xanların. Çox olub dövrənin imtihanında, dayanıbdır kişilik meydanında, halay qurub əyləşirik yanında, şirindir dilini sözü xanların. Dövrün zamanı Rüstəmzalıdır, Laçın Qubatlının Şux qartalıdır, uca yaranıbdır, ucalmalıdır, hörməti qazanıb özü xanların. Bəxt ulduzu səmalardan enməsin, qarşısında naşı nadan dinməsin, Şamı alovlansın, odu sönməsin, çoxların içidir közü xanların. Dünyanın içində o bir dünyadır, təlatüm eyləyən o bir dəryadır, hörmətdir, qeyrətdir onun bir adı, olur üstümüzdə gözü xanların. Zərgərin şeirində budur möcüzə, bu qardaş Allah'tan verilib bizə. Dediyi kəlməyə, verdiyi sözə utanmaz heç zaman üzü xanların. Bəli, bu şeiri mən öz mərdimi tapdım, Xanlar müəllimi. Mən də ona şeir yazdım. Mən öz şeirimi ona layiq bilirəm. Öz şeirimi ona halal edirəm. Allah Teala mənim dostum. Azərbaycanın dəyərli oğlu, ləyaqətli oğlu Xanlar müəllimə can sağlığı versin. Eşq olsun Xanlar müəllimə. Min təbib yığıla sağalda bilməz. Əcalim Allah'tan gələndən sonra. Mən sağlığımda axtarmayan, nəyinə lazımam öləndən sonra. İndiyədək dayanıram dözümlə, diriyikən ucalmıram sözümlə, aparıram o dünyaya özümlə, neçələri mənə güləndən sonra. Daha söz deməyə qalmayıb halım. Əl vurma dəyməmiş tökülür kalım, zərgəri dindirmə qurbanın yolum, dərdqəm rəyimi böləndən sonra. Saxla.